Şirvanda yaşayış binasında yanğın baş verib. Hadisə iyunun 16-sında gecə saat 23:40 radələrində Şirvan şəhərinin Gülbala Şıxbalaoğlu küçəsində yerləşən 2 mərtəbəli yaşayış binasında bina 44 ünvanında qeydə alınıb. İlkin ehtimallara əsasən yanğının səbəb elektrik naqillərində baş vermiş qısa qapanmadır. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Şirvan şəhər və Hacıqabul rayon yanğından mühafizə hissələrinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın görülmüş tədbirlər nəticəsində söndürülüb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının dəqiq səbəbləri və dəymiş ziyanın miqyası aidiyyatı qurumlar tərəfindən aparılan araşdırmalardan sonra məlum olacaq. Əziz və dəyərli izləyicilər, hazırda yaşayış binasında yanğın baş verib. 2 mərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin xilas ediciləri, yanğın söndürmə briqadası əraziyə cəlb olunub. Hazırda ərazidə yanğın davam edir. Gördüyünüz kimi yaşayış binasının 2-ci mərtəbəsinin dam örtüyü hazırda yanır. Dam örtüyünün üzəri açılır ki və digər evlər yanğından mühafizə olunsun və bunun üçün də Fövqəladə Hallar Nazirliyinin xilas ediciləri və yanğın söndürmə briqadası səylə çalışır. Mən gec gəlmişəm, xəbərim yox. Hər hansı məlumatınız yoxdur? Yox, mən biraz var gəlmişəm, ona qədər barjarım gəlmişdi, söndürüldü. Vallahi bir də gördüm ki, yatmaq istəyirdi, pəncərəmizi döyürlər ki, ev yanır, çölə çıxın, qaçın çölə. Mən də bu nəvələrimi götürüb çölə qaçmışam. Nədən baş verir? Təxmini məlumatınız var? Mən 1-ci mərtəbədəyəm, bilmirəm. Nə qədər ailə yaşayır belə təxminən? Burada nə bilim, vallahi çox. Hər hansı bir partlayış səsi var? Yox, partlayış olmuyor, yox. Aha, yaxınlığı bir də gördük ki, pəncərəni döyürlər ki, çöldən çölə qaçın, evləri üzüyəm. Qonşunun səsinə gəldi, dedim görəsən nədə. Çıxın gör ki, evi qısa qapanmadan ya da nədən bilmir, sözləri də bilir. Gördüyü alışıb yanır. Çıxdıq oğlayın rafətlə yuxarı ki, nəsə bir köməklik göstərək. Gördüyü əməlli başlı alışmaq edir, orada yorğan döşə vardı. Çəkdim ki, olmasa qarşısını alında yanıb düşürdü üstünə. Sonra yuxarıdan evin alışığından taxta düşdü aşağı. Düşdüm aşağı, Fövqəladə məlumat vermişdilər. Biz də elə məlumat verdik ki, biraz gözlərim çəksin. Allah köməklər olsun ki, elə vaxtında da gəldilər. Əlimizdən gələndir. Neçə mərtəbəli binadır? 2 mərtəbəli bina. Bütün mənzildə yaşayış var. Bütün mənzillərdə bəli yaşayış. Necə xəbər tutdunuz hadisədən? Hə? Hadisədən necə xəbər Heç nə, tutdunuz? vallahi mən uzanmışım, yatmışım, onu da gördüm. Gəlin gəl, qaçır oyna, qaçır ben az mı olur? Dedilər ki, ev yanır. Nə qədər ailə yaşayır burada ana? Mən bilən 14'dür. 14'dür. Biri burada deyəsən yaşamır. Qalanı ilə burada yaşayır. Heç nə vallahi ölmür. Nəsə çıxara bildiniz evdən? Heç nə çıxartmır. Heç nə. Heç nə. Adi dokumentlər də götürməmiş. Bütün evlər yoxsa təksiz? İndi hələ mən evə gidib, bütün o baş yanır. Baş yanır. Ana, xəsarət olan varmı ümumiyyətlə? Xəsarət? Şükür valla xəsarət alan olmuyor. Amma mənzillərə ziyan dəyib. Hə, mənzillərə ziyan dəyib. Mən də təzyiqlər damında. İndi dərman yerdə atmışam, bir də batırmışam. Yerli cəmaət bunun qonşu yanğın söndürmə xidməti, polislərin sağ olsunlar, fakirətli bələdçilər söndürürlər. Görək, hələ ki xəsarət alan yoxdur şükür. Bəs yanğın necə baş verdi? Necə məlumat oldu? Hələ bilinmir, ondan sonra araşdırılır. Mirsahib Rahiloğlu, Muğan TV, Şirvan.